öz xidmətinin ilkin mərhələsində Məsih insanlara çox aydın ifadələrlə müraciət edirdi ki, onu dinləyən hər kəs başa düşə bilsin və xilas olsun. Ancaq bu həqiqətlər insanların böyük qismi tərəfindən tez unudulub getdi. Mən ona görə onlara məsələlərlə söyləyirəm ki, gördükləri halda görməsinlər, eşitdikləri halda eşitməsinlər və anlamasınlar. Çünki bu xalqın ürəyi kobudlaşıb, qulaqları ilə ağır eşidirlər və gözlərini yummuşlar ki, görməsinlər. Matta 13-cü fəsil 13-cü və 15-ci ayələrə qədər. İsa onlarda maraq oyatmaq istəyirdi. O etinasızları oyadıb, qəlblərində həqiqət toxumu sərpmək istəyirdi. Məsələlərlə öyüd vermək o zamanlar yalnız İsraillərdə deyil, başqa xalqlarda da məşhur idi. Ondan daha güclü təsir vasitəsi yox idi. İlahi həqiqətlər barədə bilik almaq arzusunda olanlar onun sözlərini başa düşə bilərdilər. Çünki o səmimi suallara böyük həvəslə aydınlıq gətirirdi. Məsih məsələlər ilə danışmağının bir səbəbi də ondan ibarət idi ki, insanlar bəzi ilahi həqiqətləri qəbul etmək hazır deyildilər və ya sadəcə olaraq başa düşmürdülər. İlahi həqiqətləri təbiətdə baş verən hadisələrlə bağlayaraq və dinləyicilərin öz həyat təcrübələrinə müraciət edərək Məsih məsələləri daha aydın və yadda qalan edirdi. Beləliklə, dinləyicilər gələcəkdə də Məsihin öyüdlərindəki hadisələrlə rastlaşaraq onun sözlərini yada salırdılar. Müqəddəs ruhun təsiri altında xilaskarın sözləri daha da aydınlaşırdı. Məsələlərin əvvəlki gəlizliyi aradan qalxır və onlar daha da dərindən dərk edirdi. İsa hər qəlbə yol axtarırdı. Müxtəlif təsvirlərdən istifadə edərək o həm həqiqətin hərtərəfli qavranmasını, həm də dinləyicilərin müxtəlif təcrübələrini və bilik səviyyələrini nəzərə alırdı. Onların maraqları gündəlik həyatlarını əhatə edən obrazlar vasitəsilə ifadə olunurdu. Dinləyicilərin heç biri diqqətdən kənar qalmırdı. Ən nəcib, ən günahlı dinləyici də bu sözlərin ona yönləndiyini hiss edirdi. Xidmət etdiyi illərdə Məsihin məsələlərdən istifadə etməsinin başqa bir səbəbi də vardı. Ətrafında cəmləşənlərin arasında onun təlimində hər hansı bir qüsur axtaran dünyəvi şöhrətpərəstlər, barışmaz mövqe tutan kahinlər, din müəllimləri, ağsaqqallar da vardı. Onların göndərdikləri adamlar Məsihin ardınca gəzir, onu izləyirdilər ki, bir bəhanə tapıb məhkum etsinlər və bütün əhalinin sevdiyi və
tapındığı bir şəxsi əbədi sustursunlar. Xilaskar onların niyyətini bilərək həqiqəti elə formada söyləyirdi ki, sözlərində bir bəhanə tapıb onu mühakimə edə bilməsinlər. Məsələlərdə o, yüksək vəzifə sahiblərinin zalımlığından, iki üzvlüyündən bəhs edir və həqiqəti allegorik bir formaya salırdı. Bu sözlər aydın şəkildə ifadə olunsaydı, onlar onu dinləməzdilər və fəaliyyətinə son qoyardılar. Onu izləyənlərə heç bir bəhanə yeri qoymadan həqiqəti elə aydın izah edirdi ki, şər ifşa olunurdu və namuslu insanlar öz səhvlərini görüb onun öğüdündən lazımi nəticələr çıxarırdılar. Dinləyicilərin diqqətini Allahın təbiətində yaratdıqlarına cəlb edərək, Məsih insanlara Yaradanın dərk edilməz müdrikliyini və sonsuz rəhimdiliyini nümayiş etdirirdi. Beləliklə, təbiət və həyat təcrübəsi vasitəsilə insanlar Allah haqqında öyrənirdilər. Dünya yaranandan bəri onun gözəl görünməz xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi edilmiş şeylərlə anlaşılaraq açıqca aşkara çıxır. Romalar 1-ci fəsil 20-ci ayə. Xilaskarın məsələlərlə təliminin həqiqətən ali təhsil adlandırmaq lazımdır. Məsih insanlara ən dərin elmi həqiqətləri aça bilərdi. Əsrlərlə zəhmət və axtarışlar sərf olunan sirləri o bir anda aça bilərdi. Bununla da o, dövrün sonuna kimi insanların istifadə edə bilməsi və yeni ixtiralar üçün mənbə yarada bilərdi. Ancaq o bunları etmədi. O, insana dünyanı sevdirən və onun şöhrətinə qida verəcək heç nə söyləmədi. O, öz təlimində çalışırdı ki, insanlar təfəkkürünü sonsuz təfəkkürlə bağlasın. O, adamları Allah, onun kəlamı və işləri haqqında bəşəri nəzəriyyələri öyrənməyə dəvət etmirdi. O, Allahı onun yaratdıqları kəlamı və uzaqgörənliyi vasitəsilə dərk etməyə çağırırdı. Məsih mücərrəd nəzəriyyələr deyir. İnsanın inkişafı üçün zəruri olan, onun Allahı tanımaq qabiliyyətini artıran və yaxşılıq etmək imkanlarını inkişaf etdirən təlimlər verirdi. O, həm yerdəki həyata, həm də əbədiyyətə aid olan həqiqətdən danışırdı. Məsih İsrailin təhsil prosesinə rəhbərlik edirdi. Allahın əhdləri və qanunu haqqında danışaraq o buyururdu:
Bunları evladlarınızın şuuruna yaxşı-yaxşı yeridin. Evinizdə oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danışın. Onları qolunuza bir nişanə kimi bağlayın. Gözlərinizin arasında alın bağı olaraq taxın. Evlərinizin qapı çərçivələrinə, şəhərlərinizin darvazalarınıza yazın. Öz təlimində İsa bu qanunları necə yerinə yetirməyin yolunu göstərmiş oldu. O, göylərin səltənətinin qanunlarını elə nümayiş edirdi ki, onların gözəlliyi və ölçüyə gəlməz dərəcədə qiymətli olduğu dərk edilsin. İsrail övladlarının özünün yer üzərindəki nümayəndələrini kimi öyrədərkən, Rəbb onları təpələr və vadilərdə məskunlaşdırdı. Gündəlik həyatda da, ibadət xidməti zamanı da onlar təbiət və kəlamla təmasda olurdular. Məsih şagirdlərini gölün sahilində, dağın ətəyində və yaxud ağaclarda öyrədirdi ki, təbiətdən əyani sürətdə istifadə etmək mümkün olsun. Şagirdləri Məsihdən öyrədiklərini onunla birlikdə işdə istifadə edirdilər. Beləliklə, yaradılmışa baxaraq biz Yaradanı dərk edirik. İnsanlara Allahı tanımaq və azmışları düz yola gətirmək üçün yazılarla bərabər böyük təbiət kitabından da istifadə olunmalıdır. Allahın yaratdıqlarını müşahidə etdiyimiz zaman müqəddəs ruh imanımızı gücləndirir və əminliyimizi artırır. Bu əminlik məntiqi idrakın məhsulu deyil. Təfəkkür burada gücsüzdür. Çünki Allahı dərk etmək üçün çox tutqunlaşıb, göz isə onu görmək üçün çox korlanıb və qulaq onu səsini eşitmək qabiliyyətini itirib. Müqəddəs kitabın dərin mənası, yüksək ruhlu həqiqətləri insanın ürəyinə həkk olunur. Təbiət vasitəsilə verilən ilahi dərslərin yüksək dəyəri ondadır ki, onlar təbii və sadədirlər. Hər kəs mənbəyə müraciət etməlidir. Təbiətin gözəlliyi insanı günahlardan və dünyəvi işlərdən çəkindirir. Qəlbləri paxlığa, sülhə və Allaha yönləndir. Təbiətin gözəlliyi insanı günahlardan və dünyəvi işlərdən çəkindirir. Qəlbləri paxlığa, sülhə və Allaha yönləndir. Təəssüf ki, çox tez insanların fikri yanlış olaraq fəlsəfə və elm adlandırılan bəşəri nəzəriyyələrə qapılır. İnsanları təbiətlərə sıx təmasa yönəltmək lazımdır. İnsanları təbiətlə sıx təmasa yönəltmək
lazımdır. Qoy yaradılışın və məsihçiliyin bir Allah'a malik olduğu öyrənsinlər. Qoy təbii şeylərlə ruhlu şeylərin harmoniyasını köməyi öyrəsinlər. Qoy təbiətdə gördükləri və toxuna bildikləri hər şey onlarda insani keyfiyyətləri artırsın. Bu onların idrakını gücləndirəcək, xasiyyətini inkişaf etdirəcək və bütün həyatlarını mənalı edəcəkdir. Məsihin öz təlimində məsələlərdən istifadə etməsi, şənbə günün daşıdığı məsələlərdə tam uyğundur. Məsihin öz təlimində məsələlərdən istifadə etməsi, şənbə gününün daşıdığı məsələlərdə də tam uyğundur. Allah şənbəni insana bəxş etdi ki, əllərinin yaratdıqlarını görüb onu yada salsın. Şənbə günü Allahın qüdrətini və şöhrətini onun yaratdıqlarında görmək üçün verilmişdir. Məhz ona görədir ki, İsa öz qiymətsiz dərslərinin təbiətində yaratdıqları ilə bağlıdır. İsa öz qiymətsiz dərslərini təbiətdə yaratdıqları ilə bağlıdır. Hər hansı bir gündən fərqli olaraq müqəddəs istirahət günü biz Allahın təbiət vasitəsilə bizlərə demək istədiklərini böyük həssaslıq və diqqətlə oxuyuruq, dərk etməyə çalışmalıyıq. Xilaskarımızın məsələlərini onun söylədiyi yerlərdə, zəmilər və ağaçlıqlarda, açıq səma altında, külək və çiçəklər içində, güllər və çiçəklər içində öyrənmək lazımdır. Təbiətdə olarkən Məsihin mövcudluğunu, onun sülh və məhəbbətini daha da aydın hiss edirik. Məsih öz təliminin yalnız istirahət günü ilə yox, həm də iş həftəsinin ilə sıx bağlıdır. Öz təlimini ilə o həm yer şumlayana, həm də toxum səpənə bilik verir. Adi görünən təsərrüfat işlərində o Allahın lütfunun insan qəlbindəki işini göstərir. Beləliklə o hər bir işdə və hətta baş verən hər bir hadisədə Allahın həqiqətlərini dərk etməyə zövq edir. Beləliklə, gündəlik işlərimiz Allahın unutduracaq qədər diqqətimizi cəlb etməyəcək və gördüyümüz işlər biz Allahı və xilaskarı yada salacaq. Allah haqqında düşüncələr qızıl ilmə kimi iş və qayğılarımızın içində keçəcəkdir. Bizim üçün onun nuru yenidən təbiətin üzərində olacaqdır. İlah həqiqətin yeni dərslərini davamlı sürətlə öyrənərək, biz də onun kimi pak və kamil olmaq istəyəcəyik. Beləliklə, biz Rəbb tərəfindən öyrədiləcəyik və
13-cü ayə 1-ci Korinfilər 7-ci mövsüm 7-ci 24-cü ayə. Amin.